Hal-hazırda buradan seçəcəyim bir yuxunu analiz edəcəm sizə. Bundan 2 ədəd var məndə. Birisinə, belə deyim, mənə müraciət edən şəxslərin yuxularını buraya yazaraq analiz edirəm. Bir digəri də özümün, belə deyim, yuxu analizidir. Yuxu analiz dəftərçəsidir və ilk yuxudan başlayıram. Dünən gecə yuxuda hamilə olduğumu və tək başına uşaq doğduğumu gördüm. 2 dəfə uşaq doğdum. Biri ağrılı, ilk uşağa nə oldu bilmirəm. İkincisi isə çox rahat. Qan itirdim çox, ancaq uşaq ağlamırdı. Göbək bağını kəsməmişdim. Yanımda da heç kəs yox idi. Uşaq doğularkən anidən düşdü və başı yerə dəydi. Lakin zədə olduğunu düşünmürdüm. Hiss etmədim, yəni zədə aldığını. Ancaq beynimə, yəni bu düşüncə ilişdi ki, yəni uşaq zədə almış ola bilər. Və bu qədər yuxu. Və yuxuda belə deyək, uşaq ağlamır bu arada. Burada yazılmayıb, amma dəqiq yadımdadır xanımın dediyi. Və yuxuda uşaq ağlamır, ancaq qadın uşağın ölmüş olduğu haqqında qətiyyən düşünmür. Onun yaşadığına, yəni yuxuda hissiyatı uşaq yaşayır. Sadəcə olaraq ağlamır. Və biz bunu analiz edərkən məlum oldu ki, bu arada qadın yəni Azərbaycanda yaşamırdı və yeni bir proje üzərində işləyirdi. Və bu projesi demək olar ki, tamamlanmaq üzrə idi. Əslində doğum bununla bağlıdır. Həyatına yeni bir şeyin ortaya çıxması ilə bağlı və bu belə deyək, yuxunun evin darvazasında bu proses baş verir yuxu görərkən. Yəni qapıdan çöldə doğumu gerçəkləşir və çöldə heç bir adam olmur ki, ona kömək etsin. Bu nəyi göstərir? Bu əslində məsəl üçün uşağın anidən ana bətindən düşərək belə deyək, yerə dəyməsi əslində projesinin çox sürətli bir şəkildə irəlilədiyini, amma eyni zamanda da nə qədər digər insanlar tərəfindən buna ehtiyac olunduğu biraz sual altında olduğunu göstərir və həmçinin də başqa insanlar ümumiyyətlə olmadığı üçün, çünki şəxsin belə deyim, proyekti başqa insanların cəlb olunması ilə bağlı bir şey olduğu üçün. Və burada biz deyə bilərik ki, proyekt o qədər də uğurla nəticələnməyəcək və həqiqətən də elə olur. Bu arada mən beləcə baxıram, amma kameraya tez-tez itirirəm. Ona görə də fikrim söhbətdə olduğu üçün, amma kameraya deyəsəm buradan baxmalıyam. Davam edək. Və qadının proyekti əslində uğurlu olmamış olur. Yuxu bizə bununla bağlı deyir. İlk, məsəl üçün, uşağın doğulması ağrılı bir şəkildə də daha öncə elədiyi cəhdlərlə bağlı mesajı göstərir. Belə deyə bilərik. Yəni, yuxu analizlərində lap çox detala girə bilmirəm, çünki əslində bunları görən şəxslərdən izin alaraq paylaşdığım üçün və orada özümün də bildiyim müəyyən detallar var ki, onu ancaq seans içərisində şəxslə bölüşə bildiyim şeylərdir və ona görə də çox geniş bir şeyləri burada bilgi şəklində verə bilmirəm sizə. Amma çox maraqlı olacağını düşündüyüm üçün bunu paylaşmaq istədim doğrudan da. Çox maraqlıydı və məsəl üçün uşaq, bu deməkdir ki, uşaq ağlamır. Yəni, əslində ağlamaq nədir? Uşaq dünyaya gələrkən həyata gəldiyini göstərən bir, yəni ağlamaq bir simvoldur əslində onun, uşağın ağlayışı. Amma burada ağlamaması bir növ proyektin yəni yetəri qədər tutmayacağına işarə edir. Və həmçinin orada da heç kim yığılmır. Axı biz bilirik ki, doğuş zamanı qadın tək qalmır, ətrafında çox insan olur, yaxınları olur, ona dəstək olur. Amma burada qadın tamamilə tək başınadır. Belə, əgər sənin də çox maraqlı hesab etdiyin yuxuların varsa, alta şərh bölməsinə yaza bilərsən. Təşəkkürlər izlədiyin üçün.